Növbəti, hə. Növbəti isə bu ultrazvuk kimi bir şeydir. Üzü təmizləmək üçün poru deyirik də biz buna. Porudakı həqiqətən Azərbaycanca bilmirəm necə olacaq. Ona görə mən üzürlü bilin. Bəzi sözləri mən heç bilmirəm. Bəziləri isə unuduram, ona görə üzürlü bilin. Belə bir aparatdır. Gəlin bir yerdə açaq. Aha. Çox gözəl. Deməli, belə bir aparatdır. Mən bunun ağ rəngini aldım. Bu cürbəcür rəngləri var idi. Cəhrai, göy və s. Belə bir aparatdır. Belə. Bu da buradan çıxır belə. Və bu skribok. Skribok deyirlər də buna. İki tərəfdən də görürsünüz ki, plastiklə bağlanılıb ki, gigiyeniçskidir yəni. O, oje zaryadka ilə gəlir. Gördüyümüz kimi yandı. Cleaning. Sonra lifting. Çox maraqlıdır. Qırağında da belə bir. Belə, yəni görünüş falan yaxşıdır. Belə bağlanır, çox kompaktdır. Görəyin başqa nə gəlib? Belə bir şey gəlib. Mən güman edirəm ki, burada üzük olacaq, amma əmin deyiləm. Çünki görsəm. Aha. Belə üzükdür. Belə bir üzükdür. Bu opakovkalardan mən xoşum gəlir. Görürsünüz, plastikdə belə. Belə bir üzük. Bu gümüş olmalıdır, amma mən əmin deyiləm. Görürsən, probası var üzərində. Gəlin baxaq. Elə bir yoxdur. Amma əslində olmalıdır. Var. Çox balaca bir yazıdır burada. Çox güman ki görsənməyəcək, amma burada probası da var. Burada balaca. Bilməm, görünür ya yox. Və belə bir üzükdür. Belə də taxmaq olar. Mən xoşlayıram göy rəngdə. Qaşlar, üzüklər və qəşəng də parıldayır. Bu da belə. Bunu saxlayayım əlimdə, belə taxım.